Milli onkologiyamızda baş verən partlayışda kamikadze qismində bir xəstə 6 ay bundan qabaq deyir, müalicəsi bitib getmiş bir xəstə və də sağalmış bir xəstə. İndi bu gün soruşdum. Nə səbəbə geri qayıdıb və geri qayıdan kimi partlayış olub. Biz indi onu bilmirik. Həkimlərin dediyinə görə eğer bir 5 dəqiqə öncə bayırda partlatmış olsaydı onu, o saysız hesapsız uşaqların valideynləri var da koridorda. Onların heç biri tapılmayacaqdı, ələ gəlməyəcəkdi. Yəni burada şəhid olan bir dənə Asif doktor olub. İş başında da şəhid olub. Və onu sizə demək istəyirəm ki, dostlar, mən milli onkologiyada anar doktora ömürlük dost dedim da, yəni sabah gəlib məndən dalaşsa da mən onun qabağında bir ovuc torpaq olaram. Çünki atama əmək qoyublar. Və Asif doktor da bir qəpisiz, tam təmənnasız. Arada anama verirdim ki, bu pulu Asif doktora verərsən, götürmürdü. Tam ürəkdən iştirak eləyib, tam ürəkdən əlindən gələn eləyib, atama da şua verib. Əməyə keçən bir cərrahiyyədə pul xərcləmişəm mən. Orada da əməliyyat olub da pulunu verməliyəm. Qalan hamıdan hörmət görmüşəm. Və inanın səmimiyyətimə, deyirsiniz bəlkə sən tanınmışsan, nə. Bu vaxtacan atam 5 il bundan qabaq şua alıb. Bir dəfə Asif doktorun adını çəkmişəm. Heç onlar onu istəməyib də məndən. Reklam istəməyiblər də, əksinə. Deyib biz işimizi görmüşük, işimizi görməliyik, belə. Allah ona rəhmət eləsin. Çox üzüldüm. Ünvanını bilən olsa desin. Mən çalışaram, onun dəfnində də iştirak edeyim, qapısına gedim. Bu ölümə o layiq deyildi. Bu ölümə düzdür, şəhid oldu. Şəhadətə ucaldı, iş başında olub. Onun özdə işi çox ağır iş idi. Uşaqlarla, körpələrlə çətin idi. Yəni, mən baş həkimində qəbulunda olmuşam atamla bağlı o vaxtı. Deyirdi, mənim heç kimə yox. Bir dənə uşaq böyük şöbəsinə girməyə ürəyim qaldırmır. Onlarda deyir, çox aciz qalırıq. Xülasə, Sola dönün. Asif doktor kimi insanlar azdır. Heyif, başımız sağ olsun. Elə bir peşəkarı itirdik. Elə bir, belə deyim də, yaxşı insan itirdik. Heyif, başımız sağ olsun.